Salam, efirdə xəbərlər informasiya buraxılışıdır. Mən onun aparıcısı Turac İbrahimovayam. Tetricqaroda kəndə dəstək proqramı çərçivəsində əhali ilə görüşlər davam edir. Yerli sakinlərlə məsləhətləşmələrdə bugün bələdiyyənin meri Mixail Abtsiyauri, birinci müavini Levan Xmaladze və müavini Ramaz Qulbani iştirak edib. Görüş zamanı böyük və Kiçik İraqa, Samğereti və Civara kəndlərində yerli sakinlər 2026-cı ildə həyata keçiriləcək içməli su sisteminin təkmilləşdirilməsi üçün planlaşdırılan layihələri müzakirə etdilər. Tetricqaroda kəndə dəstək proqramı ilə kəndlərdə görüşlər davam edir. Bugün Böyük İraqa və Kiçik İraqa kəndlərinin sakinləri ilə söhbət etdik. Gələcək planlardan, prioritetlərdən danışdıq. Mütləq nəzərdə tutulan planları həyata keçirəcəyik. Kənd sakinləri ilə görüşdə kəndi narahat edən həll olası məsələlərdən danışdıq. Mer şəxsən gəlmişdi. Söhbət əsnasında kəndi narahat edən və təcili həlli lazım olan mövzunun həllinə səs verildi. Kəndə dəstək proqramı ilə bu kəndə ayrılan məbləğ sakinlərin istəyi ilə həmin məsələnin həllinə xərclənəcək. Meriya nümayəndələri kənd sakinləri ilə görüşərək bu il kənddə görüləcək işləri müzakirə etdilər. Mən bir tələbə kimi kəndimiz üçün görülən işləri alqışlayıram. Kəndimizin inkişafı mənim kiçik bacı qardaşlarım üçün də əlverişlidir. Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə və bölgələrdə aparılan əməliyyatlar nəticəsində müvəqqəti narkotik laboratoriyası və istixana aşkar edib. Rekord miqdarda 28 kiloqrama qədər metadon, eləcə də digər narkotik vasitələr, silahlar və nağd pul müsadirə edilib. Gürcüstan vətəndaşları ilə yanaşı əcnəbilər də saxlanılıb. İstintaq davam edir. Cinayət 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur. Müvəqqəti narkotik laboratoriyası narkotik becərilməsi üçün nəzərdə tutulmuş 3 istixana və misli görünməmiş miqdarda 28 kiloqrama qədər metadon aşkar edilib. Bu, polisin indiyə qədər müsadirə etdiyi ən böyük miqdarda metadondur. Hüquq mühafizə orqanlarının əməkdaşları narkotik becərilməsi üçün lazım olan materialları və narkotik satışından əldə edildiyi iddia edilən pulları sübut kimi müsadirə ediblər. Daxili İşlər Nazirliyi narkotik cinayətlərində iştirak edən şəxsləri müəyyən etməyə və onları qanunun bütün sərtliyi ilə cəzalandırmağa davam edir. Bugün pravoslav xristianları üçün böyük orucluğun ilk günüdür. Belə ki, Pasxa bayramından əvvəlki bu dövr mənəvi təmizlənmə, pərəstiş və dua dövrü hesab edilir. Kilsə təqviminə görə böyük oruc bir neçə həftə davam edir. O, xristian ənənəsində ən vacib dövrlərdən biri olaraq Pasxa bayramına hazırlıqla əlaqələndirilir. Maro Mağaşvili 23 fevral 1919-cu ilə məxsus gündəliyində hissləri haqqında yazır. Gündəlik qeydində o, qəfil izah olunmaz kədər və daxili qarışıqlığı təsvir edir. 30 iyul tarixli məktubunda atasına cəbhədə olduğunu, düşmənin uzaqda olduğunu və gürcülərin fədakarlıqla vuruşduğunu bildirir. O, ailəsini bu sözlərlə ruhlandırırdı. Qorxmayın, biz möhtəşəm şəkildə qalib gələcəyik. Maro Mağaşvili yaralı əskərlərə kömək edirdi. 1921-ci ildə Kocori Tabaxmela yaxınlığındakı döyüşlər zamanı o, kursantlarla birlikdə idi. Tbilisi hərbi məktəbinin kursantları ən çətin döyüşlərdən birində vuruşdular. Onların fədakarlığı Gürcüstan tarixində mühüm bir səhvə olaraq qaldı. Maro Mağaşvilinin adı bugün kursantların qəhrəmanlığı ilə yanaşı
Gənc nəslin sədaqətinin və vətən uğrunda fədakarlığının simvolu kimi xatırlanır. Gənclərin fədakarlığını, qəhrəmanlığını, hərbi sədaqətini şərəfləndirmək üçün qeyd olunan hərbi məktəb kursantlarının beynəlxalq günündə onu yad etmək xüsusilə vacibdir. Gürcüstanın qadın yığması Avropa çempionatında ikinci yeri tutdu. Daha ətraflı materialımızda. Gürcüstanın qadınlardan ibarət milli komandası Bolqarıstanın Plovdiv şəhərində keçirilən Avropa Oxçuluq Çempionatında 18 metrlik ox atma yarışında uğurla çıxış edərək 21 yaşdan böyüklər kateqoriyasında vitse-çempion titulunu qazandı. 31 ölkə nümayəndəsinin qatıldığı turnirdə Gürcü idmançıları finala qədər Bolqarıstan və İtaliya komandalarını məğlub etdilər. Həlledici görüşdə isə Moldova komandasına 5-4 hesabı ilə məğlub olaraq gümüş medal qazandılar. Komanda üzvlərindən birinin Marneul İdman Məktəbinin şagirdi Salome Xarşiladzenin olması diqqətə layiqdir. Bolqarıstanda keçirilən Avropa çempionatında mən və komandam ikinci yeri aldıq. Bu uğur mənim üçün, komandam üçün və ölkəmiz üçün çox sevindirici xəbərdir. Yetərincə çətin mübarizə apardıq. Amma şadam ki, uğurla öhdəsindən gəldik. Mənə dəstək olan və azarkeşlik edən hər kəsə dərin təşəkkürümü bildirirəm. Ailəm, valideynlərim, məşqçim Gio Gordeziani, eyni zamanda yeni dəvət olunmuş Koreyalı məşqçi. Həmçinin yığmanın mübarizə apararaq qalib gəlməsində əməyi olan hər bir məşqçiyə Gürcüstanın Ox Atma Federasiyasının və Marneulinin İdman Məktəbinə minnətdaram. Ümid edirəm növbəti medalımız qızıl olar. Ürəkdən zəhmət çəkilən iş mütləq uğur gətirər. İstəyirəm Salomenin və məşqçisi cənab Gio Gordezianini təbrik edim. Marneuldə perspektivli gənclərin yetişməsi məni sevindirir. Əminəm ki, bir çox uğurları dəfələrlə qeyd edəcəyik. Ox Atma Federasiyasının prezidenti qeyd edir ki, 2022-ci ildən bəri komandanın demək olar ki, bütün üzvləri karyeralarını başa vurublar. Bundan sonra yeni bir komanda yaradılıb və bu ölkəyə 4 illik yenilənmə və hazırlıqdan sonra ilk əhəmiyyətli nəticələrini gətirib. İlk növbədə Ox Atma Federasiyasının prezidentinə, İdman nazirinə, Olimpiya komitəsinə təşəkkür edirəm. Növbəti ildən biz olimpiyadaya hazırlaşacağıq. Çox əhəmiyyətli uğur qazanılıb. Nəzərə alsaq ki, 5-6 ildir ölkəmizdə bu idman növü üzrə fəal məşqlərə başlanıb. Həmin dövrdə tanınmış peşəkar idmançılar aktiv idmandan uzaqlaşdılar. Faktiki olaraq 2023-cü ildən biz yeni yığmalar toplamağa başladıq. Yığmanın əsasını dünənki uşaqlar təşkil edir. 4-5 hesabı bərabər mübarizədir. Bir xal ilə qızıl medalı əldən verdilər. Bu ildə müəyyən uğurlarımız olacaq, amma mən söz verirəm ki, gələn il Gürcüstan yığmasının böyük nailiyyətləri olacaq. Çempionatdan sonra komanda üzvləri vətənlərinə qayıtdılar. Hava limanında ailə üzvləri, dostları və azarkeşləri tərəfindən qarşılandılar. Yarışa komandanın baş məşqçisi Koreyalı mütəxəssis Hyung Sun An rəhbərlik etdi. Region News komandası olaraq Salome Xarşiladzeyə daha böyük uğurlar arzulayırıq. Bu mənim əlimdə olan son məlumat idi. Yenidən görüşmək ümidi ilə salamat qalın.